Şehit balam, cavan balam, ay balam. Oldun yaman, vay balam. Ona oldun kərəm və lay 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 lay. Önümüzden oynarsın. Şehit balam bağda açıb lalələr, günün üstə əyləşibdi jalələr. Səhər səhər sızındaram ney kimi, qatilifin evini yıxan lalələr. Şehit balam, cavan balam, ay balam. Qan və qəltan oldun yaman, vay balam. Qonaq oldun Kərbəla şahına. Mənim Zəhra deyərsən lay lay balam. Mənim Zəhra deyərsən lay lay balam. Rəfi bəyli Əbdülrızanın anım gününə yığışmışıq. Burada qohumları, yaxınları, ailə üzvləri hamısı iştirak edir. Biz də vəzifə borcumuzu yerinə yetirib, yəni şəhidimizin ruhu şad olsun deyə gəldik. Şəhid bizim hamımızın şəhidimizdir, hamımızın evladımızdır. Mən ilk öncə şəhidlərimizə Allahdan rəhmət diləyib, bütün ailə üzvlərinə Allahdan səbir diləyirəm. Şəhidimizin atası bax mənim yanımda, mənim qarşımda dayanıb. Bilirsiniz, elə qürur hissi ilə danışır. Oğlunun o göstərdiyi şücaətlərdən. Əlbət ki, o igidlə, o oğlanla fəxr eləməyinə dəyər. Bəli, biz Azərbaycan xalqı da şəhidlərimizlə, qazilərimizlə fəxr eləyirik ki, torpağımızı işğaldan azad elədilər. Əlbət ki, bu günləri bura toplaşmağımızın məqsədi odur ki, biz tam şəhidlərimizin hesabına, qazilərimizin hesabına azad firaman bundan sonra yaşayacaq. O şəhidimiz ki, onun davamçılarını qoyub gedib, onlar həmişə unutmayacaq və Azərbaycan xalqı da unutmayacaq. Mən ilk öncə atasını dinləyək, atası öz təəssüratlarını bizi ilə bölüşsünlər. Ondan sonra onun valideynlərini də dəvət edirik. İlk öncə şəhidimizin valideyni ilə tanış olaq, özünü təqdim eləsin, adını desin, familiyasını desin, şəhidimizin atası, sonra verilən adlar ki var burada, medalları təqdim eləsin, aldığı dövlət tərəfindən medalı, vəsiqələri və adları, əlbət ki, yenə də deyirəm, bizim fəxrimizdir. Mən sizə Allahdan səbir diləyib, başsağlığı verirəm. Özünüzü təqdim edirsiniz. Biraz onun, o şəhidimizin təəssüratlarını bizi ilə bölüşərdiniz. Onun haqqında biraz bilgilərinizdən danışırsınız. Əvvəla salam. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı, vətənimizin başını həmişə uca edən şəhidlərimiz həmişə var olsun. Biz əyəm şəhidlərimiz şəhid olublarsa, onlar şəhid olmuyorlar, onlar yaşayırlar. Əsl şəhid olan bizlərik və ölənlər bizlərik, onlar ölmürlər, onlar həmişə yaşayırlar, yaşayacaqlar da. Biz bundan sonra 100 illər də keçsə, şəhidlərimiz həmişə yaşayacaq, hallanacaq. Mənim oğlum şəxsən, mənim atası Rəfiyev Şəmməd Əbdülrıza oğlu, oğlum Rəfi bəyli Əbdülrıza, şəxsən atamın adını daşıyırdı. Mən ondan qürur duyuram, ona görə qürur duyuram ki, mənim oğlum müharibə başlamamışdan qabaq bir həftə qabağından gedib. 21-dən gedib, 27-si müharibə başlayıb. Müharibənin ilk günündən müharibədə iştirak edib, sentyabrın 20-si şəhid olub. Düzdür, şəhidin cənazəsini biraz geç tapdıq,
Amma 23 şəhid olub Oktyabrda. Mən özüm görməmişəm. Görən hərbi yoldaşları deyir ki, oğlunuz yaşda balaca da olsa bizdən çox-çox mərd və igiddir. Mən şəxsən onların dediyini deyirəm. Mən özüm görməmişəm. Deyir, neçə dəfə bir yaralarım döyüş meydanından çıxardıb, heç vaxtı döyüş yoldaşlarını geridə qoyub qaçmayın, mərd kimi vuruşub, mərd kimi də həlak olub. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Oğlum vətənpərvərdir, vətənini sevəndir. Demək olar ki, mənim 3 dənə oğlum var. Üçü də vətənini sevəndir. Amma bu kiçik olmayına baxma, vətənini sevəndir. Həmişə deyirdi ki, nə tər olub ki, siz bu vaxta kimi o torpaqları ermənilərdən almamışsınız. Mən həmişə uşaqda deyirdi ki, mən böyüyəndə gedib o torpaqları alacaq. Oğlum şəhid də olsa arzusuna çatdı. 30 ildən sonra torpaqlarımız azad oldu. Mən şəhid atası kimi oğlumla fəxr edirəm. Ona görə fəxr edirəm ki, oğlum bizim itirdiyimiz torpağı onlar bizə geri qaytardılar. Oğlum medallarına gələndə vətən uğrunda medal veriblər. Füzulinin azadlığı uğrunda medal veriblər, təqdim eləməyiblər. Amma deyillərinə görə, igidliyinə görə, cəsurluğuna görə də medal verilməlidir buna. Hələ ki, gözləyirik. Nə deyim, Allah bütün şəhidlərə rəhmət etsin, qazilərə can sağlığı versin. Yerdə qalanlara da uzun ömür can sağlığı arzulayıram. Mən indi gözləmə mövqeyini tutacağım. Yəni, o biri valideynləri də gəlsin, onları da danışdıracaq. Yəni, belə, bu təbii ki, taleyin işidir, amma o qorxmaz igid, o cəsur igid, yəni, subay vaxtında həvəslə, öz istəyi ilə, sevgisi ilə vətən uğrunda gedib döyüşübsə, əlbət ki, onu ilə fəxr eləməyinə dəyər. Biz də sizin evladınızla, şəhid ailələri ilə, hamısı ilə fəxr edirik ki, bugünkü yenə də deyirəm, yaşayışımızın, istirahətimizin, gəzməyimizin, inşallah bundan sonra toylar, nişanlar olacaq ki, onlar demək olar şəhidlərimizin sayəsində. Ona görə ki, o sevgini Ali Başkomandan tərəfindən sevgi yaradılıb, Azərbaycan xalqının birliyi danılmaz bir olub, hücumə qalib gəliblər. Yenə də bir qazimiz, hörmətli, ikinci Vətən müharibəsi qazisi, çox dəyərli qardaşımız, dostumuz. Vətən müharibəsində iştirakından danışmağı biz özümüzə borc bilirik. Yəni, mən ona görə müraciət elədim ki, öz təəssüratları haqqında, yəni müharibə taktikalarından bir neçə dənə sözlər, yəni yaddaşımıza salmaq üçün, yaddaşlarda qalmaq üçün danışsın ki, gənclərimiz bundan sonraki insanlarımız, xalqımız bilsin ki, sıx bir yerdə birləşib, elə vətən uğrunda mübarizəmizi davam eləyək. Elmir müəllim, buyurun. Mən 3-cü qrup Qarabağ əlli, Qazi Elmin Mehdiyev. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarıma şəfa versin. Mən bugünkü gündə şəhid qardaşımız Əbdülrüzanın il mərasiminə toplaşmışıq. Allah Teala rəhmət eləsin, ailəsinə səbir versin. Şəhid analarının, atalarının qarşısında baş əyirik. Müharibədən də vallah o qədər danışacaq sözlərimiz var, o qədər gördüyümüz hadisələr olub. Həqiqətən şükürlər olsun ki, Cənab Ali Başkomandamızın siyasətinlə və onun bizi, necə deyək, bu vətən sevgisi qəlbimizdə cuşa gətirməklə biz 44 gün ərzində düşmən tapdaq altında olan torpaqlarımızı azad elədik. Və həqiqətən də döyüşün şücaəti yəni dastandır. Bunu bütün dünya bilir ki, Azərbaycan əskəri yəni yorulmadan, tükənmədən düşmənə tərəf ancaq hücum eləyirdi. Hətta yaralı olurlar bizim kəşfiyyatın uşaqları. Fərqi yoxdur, kəşfiyyat olsun, arxada pexot olsun. Hamı həmin vaxtı bir cəsur idi. 18 yaşlı əsərdən tutmuş, səfərbərliyə kimi könüllü gedən qardaşlarımız və zabitlərimiz və bizə arxada dəstək olan millətimiz. Bizə uşaqların məktubları gəldi. Hətta o məktublara biz oxuyanda o qədər cuşa gəlirdik ki, deyirdik biz alnı açıq
qayıtmalıyıq bu uşaqların qabağına ki, biz şükürlər olsun ki, torpağı azad elədik. Düzdür, döyüşün çətin anları da oldu. Çətin anlar da oldu ki, əziz qardaşlarımızı itirdik və bu torpaq üçün, bu millət üçün, bu xalq üçün biz hər zaman hazırıq ki, canımızdan, qanımızdan keçməyə. Və biz də borcumuzdur ki, bugünkü gün şəhidlərimizi yaşadaq, onların ailələrinin yanında olaq və orada olan şəhidlərimizin şücaətindən həqiqətən biz indi deyirik ki, 44 günə şəhidlərin sayəsində alındı, amma çox yerdə məsələn tam izah verilmir ki, nə cür. Bizim o qədər şəhid qardaşlarımız oldu, həqiqətən bədənində 2-3 güllə yarası olurlar, avtomatı çiynindən yerə qoymurdu, əlindən yerə qoymurdu ki, son damla qanıma qədər döyüşəcəm. Yəni orada çox adamlar görüb, çox yüksəklik olan zirvələr var idi ki, yaralı olurlar. Bizim qardaşlarımız qalxdılar, o dağı azad olundu və orada canlarını tapşırdılar. Həqiqətən də onların qəhrəmanlığı bir ömür, yəni danışılsa da bitməz. Yəni elə bir səhvələr də olmaz ki, onların o cəsurluğunu yazıb qutarsın. Allah cəm şəhidlərə rəhmət eləsin, bir daha ailələrinə səbir versin, ailələrinin qarşısında baş əyirəm. Allah qazi qardaşlarıma da şəfa versin. Bugünkü gün də qazilərin borcudur ki, şəhid ailələrinin yanında olsun və şəhidlərimizi yaşatsın. Allah cəm şəhidlərə rəhmət eləsin. Çox sağ olun. Mən sizə çox təşəkkür edirəm ki, bax, belə bizim şəhidlərimizin həmişə ailələrinin yanındasınız, həmişə diqqətinizi əsirgəmirsiniz. Hətta nə eləsiniz sizin sözünüzdür, yəni şəhid ailələrinə azdır. Ona görə ki, onlar bizi üçün getdilər, vuruşdular, bizi üçün şəhid oldular. Torpağımızın azadlığı uğrunda mən sizə sağ ol deyirəm, təşəkkür edirəm. Bugünkü tədbirimizdə bizim qazi qardaşımız, 2-ci Vətən Müharibəsi qazisi Ramil müəllimə biz müsahibə kimi deyim, sorğu kimi deyim, bir sorğu kimi keçirdim ki, bax, mən hara gedmişəmsə, hansı tədbirdə olmuşamsa, görmüşəm ki, Ramil müəllim həmişə şəhid ailələrinin yanındadır. Bu böyük bir təsəllidir. Mən ilk öncədən elə sizə təşəkkür edirəm ki, bu günləri, bu şəhid ailəsinin bu yığıncağında, anım günündə siz də burada oldunuz. Mən istəyərdim bir Vətən Müharibəsi iştirakçısı kimi, Vətən Müharibəsi qazisi kimi çox yollar keçmişsiniz. Buradan deyərəm ki, Şuşaya qədər tankla qətl eləmişsiniz, Şuşanın alınmasında və öz təəssüratınızı bizi ilə şəhid ailələrinə təsəlli vermək üçün bölüşəsiniz. Əvvəla çox sağ olun. Biz də minnətdarıq ki, siz gəlib bizim bu şəhidlərimizi burada yad eləyirsiniz və bunlar haqqında məlumatlandırırsınız. Bütün hər kəsi, sizin əməyiniz az deyil. Siz də müharibə başlayandan hər zaman bizim xalqımızın yanında, ordumuzun yanımızda olsunuz. Biz də sizə təşəkkür edirik qazilər adından. Bizim haqq borcumuzdur, bizim boyun borcumuzdur ki, bizim müharibə bitib, bizim qardaşlığımız bitməyib. Biz hər zaman da daimi də olaraq həm şəhid ailələrinin, həm qazi ailələrinin hər zaman yanlarında olacaq. Bizi bu yoldan heç nə döndərə bilməz. Bunun dünyaya da sübut elədik ki, bizim qardaşlığımız çox böyükdür, bizim qardaşlığımız toxunulmazdır. Bilirsiniz, iki tür qardaşlıq olur. Biri var evdə qardaş olasan, biri var qan qardaş olasan. Döyüşdə olanlar bilir ki, biz nə demək istəyirik. Çünki şəhidin qanı torpağa axıb, qazinin də qanı torpağa axıb. Əskərin də tozu torpağa, bunlar hamısı qarışıb bir-birinə. Bu da olur qan qardaşlığı. Bizi Allah Teala heç vaxt yolumuzdan azdırmasın. Allah Teala bizim xalqı qorusun. Hər zaman bizi bir-birimizdən heç bir vaxt ayırmayacaqlar. Çox sağ olun. Döyüş yollarından da kim onu deyə bilərəm ki, o bir başqa dünyadır. O bir Allah bir də bizim millətimizi o acını yaşatmasın. Nə qədər canımızda can varsa, nə qədər həyatda varıq, biz şəhid olarıqsa, bizdən sonra gələnlər yenə o Şuşanın bir daha kiməsə verməyəcək, mümkün də deyil, verə də bilməz. Ramil müəllim, çox sağ olun. Təşəkkür edirəm ki, Xalq Televiziyasına müsahibə verdiniz. Əlbət ki, biz şəhid ailələrindən həmişə bir yerdəyik, biz fəxr edirik ki, biz Azərbaycanlıyıq. O sizlərin sayəsində, şəhidlərimizin sayəsində o torpaqlarımızı işğaldan azad edib,
biz bu günləri qürurla anım gününə gəlib and içirik ki, biz Azərbaycan xalqı həmişə bir olacaq, birlikdə mübarizəmizi davam edəcəyik. Mən çox təşəkkür edirəm. Qarabağ Azərbaycandır. Bu şəhidimizin anım günündə bir xanımla burada tanış oldum. Mən istədim onun da təəssüratlarını bölüşək. Birinci Vətən müharibəsi iştirakçısıdır Nəzakət xanım. Nəzakət xanım, bu müharibə haqqında məsələ təəssüratlarınızı bizi ilə necə bölüşə bilərsiniz? Məsələ yadınızda nələr qalıb? Əvvələ hamınızı salamlayıram. Bugün şəhidimizin Əbdülrızanın mərasimidir, anım günüdür. Allah'tan onun bugün simasında bütün şəhidlərimizi Allah rəhmət eləsin. Çox pis oluram, mən bir qazi kimin. Mən 91-ci ildən Daşaltı Şuşa əməliyyatının iştirakçısı olmuşam. Müharibənin nə olduğunu mən 88-ci ildə Ermənistandan didərgin gələndə biz görmüşük. Və 7 ilimi, cavan çağımı, gəncliyimi müharibədə qoydum. Mən bir tibb işçisi kimi, tibb bacısı kimi döyüş bölgələrində olmuşam. Elə buna görə də bütün şəhidlərimizin qarşısında baş əyirəm. Şəhid analarının əllərindən öpürəm. Qıraqdan döyüş asan gəlir, amma çox çətin bir mənzərədir. O yaralılarla işləmək, paramparçalarla işləmək çox çətindir. Təzəlikcə 14 dənə şəhidimiz, başda generalımız Polat Həşimov, bütün şəhidlərin qarşısında baş əyirəm, yenə də deyirəm. Çox çətindir. Mən istəyərdim ki, bizim qan yerimiz, Xocalımız, bu üç rəngli Azərbaycan bayrağı Xocalıda dalğalansın və mənim doğulub boya başa çatdığım Zəngəzur mahalında dalğalansın. Göyçəmizdə bütün Zəngəbazar, bütün Yerevan torpaqlarımız, bütün hamısı alınsın. Mən bunları istəyirəm, amma bir də şəhid verməyək. Bir də analar oğulsuz qalmasın. Qızlarımız ərsiz qalmasın, başlarına qara yaylıq bağlamasınlar, bacılar bacısız, qardaşlar qardaşsız qalmasın, balalar atasız qalmasın. Çox acıdır, bu neçə ildə bizim qaymaqlarımız, igidlərimiz, cavanlarımız çox getdi. Allah cəmi dünyadan gedənlərimizə rəhmət eləsin. Sizlər sağ olun ki, şəhidlərimizi, qazilərimizi işıqlandırırsınız, var olasınız. Sizlərə öz minnətdarlığımı bildirirəm. Nə yaxşı siz jurnalistlər varsınız ki, bugün bunları işıqlandırıb Azərbaycan xalqına çatdırırsınız. Çox sağ olun sizə, minnətdaram sizə. Nəzakət xanım, biz sizə çox sağ olun deyirik ki, vaxtı ilə bu əsgərlərimizin qayğısında, diqqətində olmuşsunuz. Yəni onlara daimi köməkliyinizi göstərmişsiniz. Əlinizdən nə gəlibsə əsirgəməmişsiniz. Mənim bir dənə burada bacım da var, o da tibb bacısıdır. Mənlə çiyin-çiyinə Mahrızlıda bir yerdə işləmişik. 2 ildə bu xanım... Özünüzü təqdim edin. Mən Qurbanov Elyana Şöhlət qızı. Xanım, siz bax, təəssüratlarınızı necə bölüşə bilirsiniz? Birinci Vətən müharibəsinin iştirakçısı kimi, ikinci Vətən müharibəsində də itkilərimiz çox olub. Allah rəhmət eləsin, biz anım gününə gəlmişik. Siz öz təəssüratlarınızı bölüşərsiniz. Bizim bu şəhidlərimiz hamısı bizim gözümüzün önündə, yəni hamısı şəhid olublar. Bizim üçün həqiqətən olduqca çox ağırdır danışmaq. Amma hal-hazırda da bizim bu, necə deyim, tarix yazan oğlanlarla fəxr elədik. Yəni birinci o 92-ci ildə, 96-cı ilə qədər olan şəhidlərimizin də qanın almış oldular. Bu 44 gün ərzində olan müharibədə. Yəni bugünkü gündə həqiqətən şəhidlər verməli olsaq da, amma bunlar tarix yazmalı oğlanlar oldu. Çünki bizim düşmən altında torpaqlarımız 30 ildə alınmayan torpaqları bu 44 gün ərzində bunlar tarix yazılası oğlanlar oldu. 92-ci ildə indiki fərq odur ki, 92-ci ildə bizim hökumətimiz yox idi, arxamızda duran yox idi. Biz bunu 19-20 yaşında mən orada olanda canlı şahidi olmuşam, faktlarla danışıram. Bizim onda da İlham Əliyev kimi, cənab prezidentimiz arxamızda olsaydı, biz elə onda da cəngavər kimi, cəsur kimi oğlanlar hamısı qələbə çalmış olardıq. Çünki bizim arxamızda o vaxtı yəni duran yox idi, hökumət yox idi. Başsız bir hökumət kimi qalmışdıq. Amma bugünkü gündə bizim yəni sonuna kimi tarix yazan prezidentimiz də cənab İlham Əliyev oldu.
Bəli, hərbi ordumuz yox idi. O vaxt ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra ordunun təməli qoyuldu. Bəli, bu günlərdə biz bəhrəsini gördük. Mən sizə bir tibb bacıları kimi təşəkkür edirəm. Çox sağ olun. Sağ ol. Nəhayət ki 30 ildən sonra bizim torpaqlarımız aldı. Nəhayət ki Şuşamız, Kəlbəcərimiz, Laçınımız, mən o yerlərdə işləmişəm. Nəhayət ki o yerlərimiz qayıtdı. İnşallah Zəngəzurumuz da qayıdar. İnşallah. Sağ olun. Qarabağlı qızıyam, yəni anadan orada olmuşam. Bugünkü gündə həqiqətən öz ata yurdumun alınması sanki elə bir bütün dünyanı mənə vermiş oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin qarşısında Hacı xanım olaraq baş əyirəm. Olsun. Həmişə də ona arxayıq, həmişə də onu dəstəkləyirik. Allah şəhidimizə rəhmət eləsin. Allah o ruhunu şad eləsin. Acınız acımızdır. Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz Dürdarə xanım. Cəmi şəhidlərimizin məkanı İmam Hüseyin yeri olsun. İçində də mənim qardaşım Əbdülrızanın. Mən onun xalası qızıyam əslən. Amma mən onun bacısı saylaram. Çünki mənim bacı bilib özünə. Amma bu arada məni tək qoyub getdi. Yenə tək qoyub getsə də onu mən yaşadacam. Son nəfəsimə kimi yaşadacam onu. Çünki o mənim qəhrəmanımdır. Ağ göyərçinimdir. Onunla fəxr edirəm. O mənim nəslimin, xalqımın qəhrəmanıdır. Tək mənim yox. Bütün xalqın fəxr edir, biz də onunla fəxr edirik. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Allah sizə təkrar səbir versin. Amin. Baş əyirəm bütün şəhidlərin Baş əyirik, hamımız. Şəhid anaların qarşısında baş əyirəm. Çox sağ olun. Ey şəhidin anası, ey şəhidin anası, sənə ey bəxtəvər qadın, qorxursan ki, anasız qalar orada övladın. Zərrə narahat olma, ey şəhidin anası. Ümmətin anası var, bu ümmət anasının nə qədər balası var. Elə anadır, ona nə sərhəd var, nə də sədd. İki dünya xanımı, Zəhra binti Muhammed. Xoş oğlunun halına, Zəhra ona vay deyib. Xoş oğlunun halına, Zəhra ona vay deyib. Həmən dillə Həsənə, Hüseynə lay lay deyib. Zəhra zamin dayanıb şəhidlər anasına. Balası da əmanət, Peyğəmbər balasına. Həzrəti Peyğəmbərin balasıdır Hüseyn. Cənnət cavanlarının ağasıdır Hüseyn. Daha narahat olma, ey şəhidin anası. Cənnətdədir övladın, yanındadır ağası. Sən də fəna qurban et, can bu vətən yolunda. Pərvanə ol şəminə, yan bu vətən yolunda. Allah cəmi şəhidlərimizi rəhmət etsin. Cəmi şəhidlərimizin ruhunu şad etsin. Amin inşallah. Mən buradan bütün məclis şəhidlərine, iştirakçılarına salam deyirəm, çox sağ ol deyirəm. Bir ildir biz bu yollardayıq. Mən Sübhan Əbdürrəhmanlının anasıyam. Çoxları məni tanıyır. Yəni biz şəhid anaları bir-birimizi hamımız tanıyırıq. Çünki biz dərdə uşaqlarıyıq. Hansı rayon olsun, hansı bölgə olursa olsun, biz analar daim o şəhid anasının yanındayıq. Mən öz səmimi sözlərimi demək istəyirəm valla sizlərə. Əgər analar bu saat elə bir pis vəziyyətdədirlər ki, bugün bizim şəhid anamız rəhmətə gedib. Allah Teala bütün şəhid analarına səbir versin və o anamıza Allah rəhmət eləsin deyirəm. Və bizim anamıza səbir deyirəm, çünki o fikirləşməsin ki, təkdir. Biz şəhid anaları onun yanındayıq. Biz sizdən heç nə istəmirik. Biz heç kimdən heç nə istəmirik. Biz bir dənə onu istəyirik ki, bu Azərbaycan xalqından biz analara, şəhid analarına qayğı göstərsinlər. Çünki bizim bundan sonra qucaqlamağa heç nəyimiz qalmayıb.
Siz evlatlarınızı evin içində qucaqlayanda, hər gün onları görəndə biz gedib balalarımızın o soyuq məzarını qucaqlayıb, soyuq məzarda balalarımıza salam deyirik. Biz sizlərdən özümüzə qayğı istəyirik. Çünki bu analar hamısı qəlbi qırıqdırlar. İnsanların adi, hərdən şirin sözləri də bizə o qədər acı gəlir ki, heç nə istəmirik valla. Qayğımız bizim bu Azərbaycan xalqının, Azərbaycanın qeyrətli oğullarının, qızlarının bizə olan qayğısı nəyə bir söz dəyər. Allah Teala bu anamıza da səbir versin. Heç vaxtda evlatlarımıza rəhmət olsun sözü deməyin. Çünki bizim oğullar sağdır. Şəhidlərin məqamı uca olsun. Bu sözləri desəz bizə yetərlidir. O rəhmət sözü bizə çox pis təsir edir. Biz pis oluruq. Bizim evlatlar sağdır. Necə ki sağkən bizim yanımızdaydı, indi də bizim oğullarımız daim bizim yanımızdadır. Biz onların yoxluğuna, onları hər gün görmürük. Yoxluğu bizə çox pis təsir edir. Pis oluruq. Çünki evlatlarımızı görüb onlarla salamlaşa bilmirik, onların qabağına bir stəkan çay qoya bilmirik. Amma bizim oğullarımız sağdır, onların məqamı yüksəkdir. Şəhid anaların hamısı seçilmiş analardırlar və bizim oğullarımız seçilmiş analardır. Ona görə bizim oğullar, bizim analar belə dünyaya qeyrətli oğullar gətirirlər. Mən çox danışmaq istəmirəm, amma İnsan süfrəsində oturur, İnsan yiyir, Allah insanımızı qəbul eləsin və gələn ayaqlarımız var olsun ki, bugün anamızı tək bıraxmadınız və bir il ərzində bax, buradakı məhdadlardır, burada qızlarımızdır, xeyircə qızlarımızdır, həmişə bizimlədir və bir il ərzində bunlar bizim yanımızda olurlar. Oğlum, çox sağ ol. Dağlara qoyub qabağıma gecə şəklimi səhərədək qucaqlayıb ağlaram. Şəhid balam, cavan balam, ay balam, qan və qəltan oldun yaman, vay balam. Qonaq oldun Kərbəla şahına, mənim Zəhra deyərsən lay lay balam, mənim Zəhra deyərsən lay lay balam. Şəhid balam, görsəm səni yuxumda, səslər yenə ana ana yuxumda, öpümüzü qucaqlayım boynunu, nə haldayam deyim sənə yolunda, şəhid balam, cavan balam, ay balam, qan və qəltan oldun yaman, vay balam. Qonaq oldun Kərbəla şahına, mənim Zəhra deyərsən lay lay balam, mənim Zəhra deyərsən lay lay balam. Şəhid balam, hələ üzük taxmadım, adaxlığın sürətinə baxmadım,